وقل رب زدني علما. Yine biz kardeşlerle okumuştuk faydaları. İstedim biraz hatırlama edeyim. Delilül İlmi kitabından. Şeyh Abdülaziz İbn Abdillah Sedhani'nin kitabından. Deyir ki, min kəbəir zunub, böyük günahlar. Nədir böyük günahlar? Birincisi, el-işrak billahi ta'ala və huvə əkbərul kəbəir. Yəni, Allaha şərik qoşmaq. Allaha şərik qoşmaq ən böyük günahlardan. Allaha şərik qoşmaq nədir? Tasfiyyətu qeyrullah billah fi şeyin xasaisillah. Allaha xas olan şeylərdə Allahla yanaşı başqasını Allaha tay tutmaq. Yəni, o şeylər ki, yalnız Allaha aiddir, o şeylərdə Allahla yanaşı kimisə yan-yana qoymaq nədir? Şirkdir. Necə ki, müşriklərin sözüdür bu. Allah Azze ve Celle Kur'an-ı Kerim'də buyurur, deyir ki, Təllahi in kunna ləfi zalalim mubin iz nusavvikum bi rabbil alemin. Biz Allaha and olsun ki, biz açıq-açıq zəlalətdə olmuşuq. Nə qədər ki, Rəbbimizə kimsə tay tutmuşuq. Şirk nədir? Allaha kimsə tay tutmaq. Allahla yanaşı ondan istəmək. Allaha dua edib istəyən kimi ondan istəmək. Allaha köməyə çağıran kimi onu köməyə çağırmaq. Allaha təvəkkül edən kimi ona təvəkkül etmək. Allaha qurban kəsilən kimi ona qurban kəsilmək və s. Bu nədir? Böyük günah, ən böyük günahlar. Günahların başıdır bu. Sonra deyir ki, ikinci böyük günah tərkus salə. Namazı tərk etmək. Namazı tərk etmək bütün günahlar, şirkdən sonra ən böyük günahdır. Hətta alimlər deyir ki, bütün günahları bir yerə yığsan, namazı tərk etmək qədər böyük günah etmir. O qədər namazı tərk etmək böyük günah. İkinci, əl-qatil. Üçüncü, əl-qatil. Adam öldürmək. Adam öldürmək ən böyük günahlardandır. Haqsız yerə bir insanı öldürmək. Və sonra dördüncüsü, mən'uz zəkat. Zəkat verməmək. Zəkat verməmək də ən böyük günahlardandır. Və həmçinin beşinci, iftar yevmi Ramazan bi qeyri üzr. Üzürsüz səbəbdən, üzür olmadan Ramazan gündüzlərini oruç tutmamaq. Ən böyük günahlardan. Bax, bu zinadan, oğurluqdan da bətər günahdır. Və o qədər böyük günahdır bu günah. Halbuki, insanlar buna nə baxır? Balaca kimi baxırlar. Allah qorusun. Bu Allahın əmridir. Allahın əmri. Oğul atanın əmrini yerinə etməsə, ata oğlunu cəzalandırar. Və yaxud da onu qovar. Və yaxud da deyər ki, əlaqəsini kəsər. Və yaxud da danlayar. Və yaxud da Rəbbin insan əmrini yerinə yetirmir. Və həmçinin tərkul həcci mə'al qudrəti aleyh. Həccə qüdrəti çatdığı halda həcc etməmək. Böyük günahlardan tərk. Bəzi alimlər ümrəni də deyirlər. Ümrə də vacibdir. Ətimmul həccə vəl-umrətə lillah. Allah üçün həcci və ümrəni yerinə yetirin. Bəzi alimlər ümrəni vacib görüblər. Ümrə vacibdir. Ona görə kimin imkanı çatır, gəlir ümrə də yerinə yetirsin. Xüsusən Ramazan fürsətdir. Geçsin orada 5 gün, 1 həftə qalıb dualar etsin, ehtiyaclarını Allahdan istəsin. Və həmçinin günahlardan, böyük günahlardan, uququl valideyn. Valideynlərin üzünə ağ olmaq, valideynləri qəzəbləndirmək, valideynlərin narahatçılığına səbəb olmaq, valideynlərə pis sözlər demək. Allah Azze ve Celle ki, uf belə demə. Əgər ufdan, alimlər ki, ufdan daha yüngül kəlmə olsaydı, Allah Azze ve Celle onu istifadə edərdi. Deyərdi ki, uf, ən yüngül kəlmə, heç onu belə demə. Valideyn, haqqı böyükdür. Allah bizə yardım etsin. Qati'atur rahim. Qohumluq münasibətlərini kəsmək. Böyük günahlardandır. Böyük. Kəbəir. Nə iləsə bağışlanmır, ancaq tövbə ilə bağışlanır. Qohumluq münasibətlərini kəsmək olmaz. Qohumluq münasibətləri qısaca olaraq nədir? Kimə aiddir? Bacı qardaş, əmi dayı, bibi xala. Bunlarla daimə əlaqədə olmaq lazım. Get, gəl, zəng eləmək, əhvalını soruşmaq, bu şeylər həmişə olmalıdır. Necə ki, hədisdə gəlib, kim qohumluq münasibətlərini qoruyarsa, onun ömrünü uzadar.
Amma onların övladları, misal üçün, dayı oğlu, əmi oğlu, bibi oğlu, xala oğlu, bunlarla get-gəl şərt deyil. Amma əlaqəni kəsmək nədir? Qohumluq münasibətlərini kəsmək kimidir. Sənə deyən yoxdur ki, yəni şəriət bizi vacib etməyib ki, get-gəl, daima oyna. Yoxsa insan çatdıra bilməz həyat. Zəng eləməz. Yox, zəng eləmək də onlara vacib deyil. Amma əlaqəni kəsmək, görəndə hal-əhvalını soruş, münasibət saxla və s. Amma əgər qohum düşmənçilik eləyirsə, gücün çatdığın qədər sən bərpa et. Yenə kəsmə. Bax, Allah Rasulü sallallahu aleyhi ve selləm tez-tez gedirdi. Düşmən qohumlarının yanına xəbərdar edirdi onu. Və Allah Azze və Cəllə nə deyir? Xüsusən olaraq وَاَنْذِرْ عَشِيرَتَكَ الْأَقْرَبِينَ deyir ki, öz yaxın qohumlarını xəbərdar et. Kimlər idi onlar? Müşriklər. Müşriklər idi. Və vaxt gəlib deyirdi onlara. Deyirdi ki, Allah sizi nə üçün yaradıb? O ilahları tərk edin. Əcə'aləl əlihətə iləhən vahidə. Onlar da deyirlər ki, ey Muhammed, nə oldu bu boyda ilahları bir ilah mı etdi? Yoxsa deməli, Allah Rasulü daima onlarla münasibətdə olub, əlaqədə olub. Yığırdı onları. Onlara deyirdi ki, desəm ki, belə şeylər olur. Dağın aşağısından qoşun gəlir. İnanarsınızmı? Onlara deyirlər ki, əlbəttə inanarıq. Məcərrabnə aleykel kəzibə. Sənin üçün heç vaxt yalana qol çəkmə. Yəni, heç vaxt səndə yalan olmayıb. Heç vaxt görməmiş səndə yalan. Amma deyir, Risalət çatdı deyir, Allahdan başqasına ibadət etməyin, Allahdan başqasına dua etməyin, Allahdan başqasına ümid etməyin, təvəkkül etməyin, Allahla yanaşı başqasını sevməyin. Deyirlər ki, əcə'aləl əlihətə iləhən vahidə. Deyir, o boyda ilahları bir ilah mı etdin? Təsəvvür Allah. İnnə həzələ şeyin ucab. Hətta təəccüblənirlər. O çox təəccüblü bir şeydir. Niyə təəccüblü olur ki? Yaradan Allah, ruziləndirən Allah, verən Allah, alan Allah, insanı yedizdirən, içizdirən Allah, bəxş edən Allah, idarə edən, mülk sahibi olan Allah və Allahla yanaşı. İləhum mə'allah. Əmmən yucibul muttarra izə də'ahu və yəkşifus su'a və yəcələkum xulafə'il ard. İləhum mə'allah. Deyir ki, darda qalan, çağırdığı vaxt ona kimdir yardım edən? Və yəkşifus su, yox, sunu, bəlanı ondan götürən kimdir? Allah mı? Yəni Allahdan başqa kimdir yəni? Və yəkşifus su və yəcələkum xulafə'il ard və sizi yer üzərinin xəlifəsi edən, yer üzərinin idarəçiləri edən insanları. Allah deyim, iləhum mə'allah. Deyir, Allahla yanaşırsan, icabət edən Allahdır, deyir. Allahla yanaşı başqasına mı çağırırsan? İləhum mə'allah. Deyir ki, ətəd'unə bə'lən və tədərə və tədəru əhsənəl xaliqin. Deyir, bə'lə dua edirsiniz və əhsənəl xaliqini tərk edirsiniz. Bə'l nə idi? Təfsirçilər deyir ki, bə'l büt idi, 4 başı var idi. Ondan istəyirlər, əzəmətli. İçinə deyir, şeytan girirdi və şəriətin əleyhinə hökmlər edirdi. Onları Allahdan qeyrisinə dua elətdirirdi. Bax, ətədərunə bə'lən ətəd'unə bə'lən ətədərul əhsənəl xaliqin ayəsinin təfsirində alimlər gətirir. Bu əsərləri Qurtubi rahimehullah. Və bəzi təfsirlərdə gəlib ki, bir qadın idi. Öləndən sonra üzərinə büt qoyub salih qadın idi. Onu dua edirdilər. Və bir rəvayətdə gəlib o məlik idi, salih məlik idi. Görürsən, bütün bütlər salihlər olub əvvəl. Əfərəaytə llətə vəl-uzzə və mənətə səlisətəl uxra. Ələkumuz zəkər və ləhul unsə. Tilkə idən qismətun dizə. Deyir ki, deyir, əfərəaytə lət, latı gördün mü uzzanı? Və mənətə səlisətəl uxra. Və bəzi alimlər deyir ki, bu Allahın adından çeviriblər onu. Lat, yəni ilah adından çevrilir. Ləhəl iləh. Lətəl ilət. Bax belə. Lət yəliddu. Və həmçin bəzi alimlər deyir ki, o kim idi? Lət kənə yəliddu səviq lil-hüccəc. Bil-həcc. İki, hacılar üçün yemək pişirirdi. Səviq pişirirdi, onlara paylıydı, salih bir insan idi. Fələmmə mətə bənu alə qabrihi məscidən. Qubbətən. Deyir ki, o vaxt ki, öldü, onun yəni, qəbrinin üstünə bir qübbə tikdilər. İbadətgah tikdilər. Başladılar ondan istəməyə. Hamısı elə olub. Bütün bütlərin əsli nədir? Salihlər. Və qalu, lə təzərunnə əlihətəkum, və lə təzərunnə vəddən, və lə suva'an, və lə yəğusə, və yəuqə, və nəsrə. Nuhun qövmü, Nuh onları Allaha çağıranda, Nuh Peyğəmbər. Nə deyildi onlar? Onlar deyildilər ki, öz qövmünə, o müşriklər, Nuh'a qarşı çıxanlar,
Deyir ki, لا تذرن آلهتكم. Öz ilahlarınızı tərk etməyin. ولا تذرن ودا ولا سواعا ولا يغوث ويعوق ونسر. Bu vəddi, suanı, yağusu, yağuqu, nəsranı tərk etməyin. İbn Abbas deyir ki, təfsirdə deyir, o Nuh qövmünün salih kişiləri olub. Deyir ki, onlar ki, öldülər, deyir, onların heykəllərini qoydular və deyir, bax, diqqət elə, burada çox gözəl fayda var. Deyir ki, فَلَمَّا نَحْسُ الْعِلْمَ اِتَّخَذُوهَا آلِهَةً. Deyir ki, elm unuduldu, deyir, onları ilahlar götürdülər. Subhanallah, bax, elmsizlik, gör qövmünə vəziyyətə salır. Allahdan qeyrisinə ibadət elətdirir. Baxın, elm unuduldu. Ona görə elm unudulmasın gərək. Elm daimi olmalı, daimi. Elm yoxdursa bir yerdə Allah qorusun. Şirk də olacaq, küfür də olacaq, asiliklər də olacaq. Və sonra deyir ki, deməli, hüququl valideyndə qalmışdır, değil mi? Sonra deyir ki, qazful muhsanatil qafilatil müminət. Ki, mömin günahdan xəbərsiz qadınlara böhtan atmaq. Bu şey cəmiyyətdə çox baş verən şeylərdən. Zənnlə qadınlara böhtan atırlar. Yəni, insan gərək qorusun özünü. Hətta zənn eləsən ki, nəsə, filan kəs nəsə, biraz nəsə var, amma yenə də özünü qoru. Qoru, danışma. Qiyamət günü gələcək, əksi olacaq. Vallahi cavab verə bilmərik. Allah qorusun. Ona görə, yəni, o da kiminsə anasıdır. O da kiminsə bacısıdır. O da kiminsə qızıdır. Əgər onun yaxınları ona bu sözü deyilsəydi, hətta o şey onda olsa belə xoşu gələr, gəlməz. Biz də gərək deməyək. Biz də gərək müsəlman saxlayaq. Xüsusən bu böyük günahlardan. Bu barədə Nur surəsində ayələr var. Allah azə və cəllə qadağan edir. Həmçinin böyük günahlardan əz-zinə, zina. Hansı ki Allah azə və cəllə deyir ki, وَلَا تَقْرَبُ الزِّنَا. Zinaya yaxın düşmə. Zinaya yaxın düşmə. Yəni, baxma heç. Naməhrəmə. Həmçinin bu ayədə Allah azə və cəllə deyir ki, قُلُّ الْمُؤْمِنَ يَغُدُّ مِنْ أَبْصَارِهِمْ وَيَحْفَظُوا فُرُوجَهُمْ. Deyir ki, gözlərini harama baxmaqdan çevirsinlər və bu səbəbdən də yəni özlərini haramdan qorusunlar. Yəni öz cinsiyyət üzvlərini haramdan qorusunlar. Diqqət et. Baxın. Deməli, baxmaq ona aparır. Onun altı yağuddu min absarihim və yahfazu furucahum. Ki gözlərini qorusunlar və övrət yerlərini qorusunlar. O səbəbdən də övrət yerlərini qorusunlar. Deməli, o səbəb olur ki, insan nə vaxtı günaha düşür. Ona görə Allah azə və cəllə və la taqrabuz zina. Və həmçinin qul lil mu'minat yaghdudna min absarihin. Deyir ki, mömin qadınlara deyir ki, onlar da baxmasınlar. Və yahfazna furucahum. Onlar da öz övrət yerlərini qorusunlar bu səbəbdən. Fikir ver. Ona görə baxmaq zinanın müqəddimətidir, əvvəlidir, Allah qorusun. Və həmçinin sehr, əs-sihru, fala baxmaq. Kofe qablarında boşaldıb sonra fala baxmaq. Oxlarla, iplərlə fala baxmaq. Qur'an açıb fala baxmaq. Bəziləri Qur'ana baxdırıram deyir. Qur'anla fala baxılmır. Yalandır, kəzibdir. İnsanları allatırlar bunu. Açır Qur'anın ortasını, nəsə bir uyğun ayə görür, oradan nəsə deyir ki, belə olacaq. Yalan danışır. Yalandır onlar. Vallahi yalandır, yalan danışırlar. İnsanları alladırlar. Həmçinin təvalli yevmə zəhf, döyüş meydanından qaçmaq. Əskərlər döyüşür, biri qaçır. Olmaz döyüş meydanına qaçmaq. Əgər komandir əmr veribsə qabağa, getmək lazım axıra kimi. Müdafiə etmək, döyüş meydanına qaçmaq olmaz. Çünki bir adamın qaçmağı bütün ordunu həvəsdən sala bilər. Vətən əldən gedə bilər. Ümmət əldən gedə bilər. Müsəlmanlar qırıla bilər. Ona görə yəni, döyüş meydanından qaçmaq böyük günahlardandır. Ribə. Həmçinin riba. Riba nədir? Faiz yemək. Bizə faiz deyirlər ona. Bu böyük günahlardan, hətta günahların ən şiddətlərindəndir. Həmçinin livat. Livat nədir? Kişilərə şəhvətlə yanaşmaq. Kişilərə, yəni kişilərin bir-birinə şəhvətlə yanaşması, yəni livatdır. Yəni Lut qövmünün əməlindəndir. Böyük günahlardandır.
Əklu məlil yetim zulmən. Yetimin malını zülmdən yemək. Yetimin malını zülmdən yemək. Necə ki Allah Azze ve Celle buyuruyor: "İnnellezîne ye'kulûn emvâlel yetâmâ zulmən, innemâ ye'kulûne fî butûnihim nâra." Deyir ki, yetimlərin mallarını zülmlə yeyənlər qarınlarına od yemişdilər. Zülümsüz yemək, burada zulüm qeyddir. Zülümsüz yemək yəni yetimin malıdır. İnsan onu neyir? Artırmaq məqsədi ilə istifadə edir. Və o artırmaq məqsədi ilə istifadə edəndə özü də müəyyən qədər faydalanır və yaxud da həm artırır, həm də özünə də fayda olur. Burada problem yoxdur. Çünki o yetim malını edir o? Ticarət edir, artırır. Və sonra qaytaracaq onu. Məllahu bihi alim. Allah bilir onu. Allah bilir ki, yəni o insan nə üçün yiyir onu? Allah Azze ve Celle alimun xabirdir. Biləndir və xəbərdar olandır. Və həmçinin əl-kəzib, yalan danışmaq. Və bəzən görürsən ki, şeytan Allahdır. Adi şeylərdə insan yalan danışır. Və bəzən görürsən ki, heç o haqda fikirləşmir ki, yalan danışır. Diqqətli olmaq lazım. Yalana qapı açmaq olmaz. Yalan yəni münafiqliyin əlamətidir. İzə həddəsə kəzəbə. İzə həddəsə kəzəbə. Münafiqlər yalan danışanda yalan danışarlar. Yəni, necə ki, hədisdə gəlib Allah Resulü sallallahu aleyhi və səlləm ki, mömin yalan danışmaz. Və həmçə əl-kibru vəl-fəxru vəl-xuyələ. Təkəbbürlük, fəxirlənmək, bir də yəni ki, özünü üstün görmək və yaxud da yerişində neyləmək, təkəbbürlənmək. Bunlar hamısı böyük günahlardan. İnsan gərək yeriyəndə də sadəlöv olsun, təvazükar olsun. Necə ki, Allah Azze ve Celle Quran-ı Kərimdə deyir: "Və la təmşi mərahə, innəkə lən təbluğal cibələ." Deyir ki, sən deyir, uzunluqda dağlara çata bilməzsən. İnnəkə lən təxriqəl arda və lən təbluğal cibələ tulə. Sən yeri yarıb içinə girə bilərsən. Və də deyir, hündürlükdə dağlara çata bilməzsən. Yəni, sən nə qədər də böyük olsan, amma bil ki, səndən böyük məxluqlar var. Ona görə ki, vələ təmşi mərahə, yəni təkəbbürlüklə gəzmə. Və sonra zülm etmək. Hər hansı bir zülm. Zülm, yəni ümumidir. Hər kəsə olunan zülm, yəni istər danışıqda olsun, istər malını yeməkdə olsun, istər haqqına girməkdə olsun, hər hansı bir şeylə zülm böyük günahlardan. Rüşvə, rüşvət. Rüşvəti vermək və almaq Peyğəmbər sallallahu aleyhi və səlləm lənət edib. Həmçinin riya. Yəni insan ibadətində başqasını özünə eləməsi, cəlb etməsi, başqasına göstərməsi yəni ki, riyadır. Riyanın əksi ixlas. Və həmçinin nəmimə, söz gəzdirənlik. İki insan arasında söz gəzdirib, onların arasını vurmaq. Və həmçinin isbəlü siyəb. Yəni paltarı topuqdan aşağı salmaq, yerlə sürütmək. Bu nədir? Yəni alimlər ki, böyük günahlardan. Niyə böyük günahlardandır? Kimdir? Vaid gəlib. Od gəlib. Əhsən şeyx sənə. Barakallah. Allah bir daha doğrusu, Allah Azze ve Celle diləyirəm ki, bizi bu günahlardan qorusun və bizim günahlarımızı bağışlasın. Allah bir daha.